alışıbdı, daha dövran değişibdi. Her yan değişibdi. En çok bu bizim Azerbaycan değişibdi. Aycan değişibdi. Hey qışqırırıq müstəqilik yoktu qəfəsimiz. Azaddı qəfəsimiz. Əslində bu azadlığa yox zərrə həvəsimiz. Azdır necə kəsmir. Rahat yaşayır əksəri millətinə atanlar. İşbirini satanlar. Həmçin qazanır mudnu giyən mamlı matanlar. Barlarda yatanlar. Pulsuz adamı nadan edərlər, onlar haqlı. Yox hep beyi yağlı. 40 yaşlı adam var ki 10 il qalmış adaqlı. İşsiz qalacaqlı. İşsiz çox adamlar gəzirlər yanda avarə. Yox fabrik idarə. Akşam evə əli boş qayıdır, tapmadı parə. Yazıq gözü qarə. Evsiz neçə insan yaşayır damda hasarda. Bilməm daha harda. Alver edir az yaşlı uşaqlarda qatarda. Kalxuşqa bazarda. Bağ quş satan oğlan sabah millətinə nə versin? Külfətinə nə versin? Yox tərbiyəsi elmi cəmiyyətinə nə versin? Zürriyyətinə nə versin? Bir çoxları əyyaşlıq edir tində qalanda. Əllər pul alanda. Ailə uşağı evdə yeyir yadi balanda. Yox geydə qalanda. Var yoxsul adamlar ki ətin dadını unutmuş. Ağını unutmuş. Bəzi kişilər evdə halal qadını unutmuş. Arvadını unutmuş. Arvadda bezib sonra gəzir kefdə damaqda. Xəlvət yaşamaqda. Qeyrət ağacın baltalı yıllar bu sayaqda. Qalmır qanacaqda. Övlad da görür valideynən birinə biyəyyaş. Əmon bir külbaş. Neyləyir əlbəttə ki xuliqanlığa bir baş pozğundu vətəndaş. Ekranda verilmir gecə yarı daha neylər. İntim yubileylər. Reklamda da var ispitə qarşı təzə şeylər. Rezin kəpənəklər. Pozğunluq artmalı rəğbət cəmiyyətdə. Diqqət cəmiyyətdə. Yəqin bu səbəbdən itir hörmət cəmiyyətdə. Qeyrət cəmiyyətdə. Zənnimcə bu dünya düzələr olsa qiyamət. Lazımdır fəlakət. Bir qara buluddu alıp əryanı cəhalət. Dəhşətdir nəhayət. Pozulur qədim adət, çönmüş bu cəmahət. Etmirlər ibadət, Allaha itaət. Çox azdı bu saat, tək banda səlamət.